Fikirləşməkdən yata bilmirəm, çox düşünürəm. Narahat edən fikirlər ağlımdan keçəndə yuxuya getməkdə çətinliyim var. Belə deyən insanlarla tez-tez rastlaşırıq. Bəlkə bunlardan biri də sən olmuş ola bilərsən. Əgər belədirsə, bu sadə metod sənin də köməyinə çatacaq. Yatmaq zamanı gələndə fikirlərdən yata bilmirsənsə, məsələn, sabah olacaq bir şey düşünürsən ya da dünən baş vermiş şeyi hələ də düşünməyə davam edirsən və sən gərginsən, zehnin elə düşünür ki, yəni təhlükə var və yatmaq olmaz. Bu zaman özünə bu sözləri xatırlada bilərsən. İndi ağlımdan keçənlər mənim düşündüklərimdir və bunlar həqiqətən məni narahat edir. Lakin mən indi bu barədə düşünmək istəmirəm və ehtiyac olarsa lazım olanda düşünəcəm. İndi isə sadəcə yatmağa ehtiyacım var və yatacam deyərək özünü sakitləşdirə bilərsən. Beləliklə zehninə bir mesaj vermiş olursan ki, yəni təhlükə yoxdur və yata bilərəm. Əgər sənin düşündüyün şey 5 dəqiqə vaxtını ayırmaqla həll edilə bilərsə, yerindən qalxıb bir qələm, bir vərəq götürərək qeyd edə bilərsən və daha açığa çıxarmış ola bilərsən. Ondan sonra daha rahat yata bilərsən. Bu dediyim cümlələri bir vərəqə yazmaqla lazım olanda özünə xatırlada bilərsən.